Qiyamət günü insanı heyrətləndirəcək qəribə şeylər baş verəcək. Odur ki, insan gərək Allahın rəhmətindən əsla ümidini kəsməsin. Səhih Müslim əsərinin axırıncı səhifələrində oxuduğum hədis həmişə mənim qəlbimi silkələyir. Bu hədisi Ənəs radiyallahu anhu rəvat edir. Sallallahu aleyhi və səlləm buyurur ki, Allah azze və cəllə qiyamət günü 4 nəfərin cəhənnəmdən çıxarılmasını əmr edir. Çıxdıqdan sonra əmr edir ki, onları təkrar cəhənnəmə qaytarsınlar. Bu zaman onlardan biri baxır və belə deyir: Ey Rəbbim, mənim sənin haqqında zənnim, gümanım belə deyildi ki, cəhənnəmdən çıxartdıqdan sonra təkrar ora qaytarasan. Allah Teala belə olduğu halda onu cənnətə qoyur. Görürsünüz? Deyir ki, sənin haqqında zənnim, gümanım belə deyildi. Cəhənnəmdən çıxartdıqdan sonra təkrar cəhənnəmə qaytarasan. Odur ki, Rəbbimiz haqqında zənnimiz gözəl olsun.